Bir gün mətbəxdə Lətifə ilə atasıdır, səhər yeməyində mənim bişirdiklərimi bəyənmirlər. İndi müəllim, neynəmsən? Pomidor yumurta eləyirsən, hazırlayırsan. Demək, yumurta sındırılıb 7 dənə, qızı da küncüt tökür. Neçə qaşıq töksün küncüt? 3. Yox. 2 qaşıq. 2. 2 qaşıq küncüt. Aha. Pomidor yumurta, küncütlü pomidor yumurta da, yumurta, pomidor yumurta. Burada nədir Ateş müəllim? Pomidorlara var. Pomidor. Yağ dövmüsən? Yox. Pomidor eləcək pörtlədilir. İndi onun qabığını belə çıxardanda çıxacaq. İndi çalım. TikTok'dan yoxsa YouTube'da görmüsün? Özüm bilirəm. Məndən öyrən. Sonra da orada tava hazır yağ içərisində. İndi buradan götürüb oraya atacaqsan. Bunu da üstə tökəcəksən, hə? Çalırım. Müəllim mənim pişirdiyim yeməkləri bəyənmir. Neyniyim ha qızlar? Demək burada nə baş verir? Hə, nə baş verir? Pomidorların qabıqlarını çıxart. Bir dənə də tuzu ver. Tuzu hara qoydun? Hə. Bunları tökəcəm. Ay Allah, kişi mətbəxə girəndə orada. Kişi mətbəxə girəndə həm qışqırır, həm hər şeyi qatır bir-birinə, həm güya ki indi iş görürlər ay qızlar. Ay Allah, nətər deyəsən ki, ay kişi girmə mətbəxə, ay kişi girmə. Kişi pomidor yumurta deyir, sən də doğra pomidoru üstünə də yumurta oldu pomidor yumurta. İyi deyil mama. Buradan birini ver, göstərim. Hə. Pomidoru kəsirsən. Pomidorun bu hissəsini çıxardırsan, Ortadan bölürsən, bu ağzının kəsilən hissəni belə qoyursan da olur. Sağlıya. Artısa su atmaq olar. Artısa da su atırsan, buğda bunun qabığı özəyindən ayrılır. Belə bax, belə çıxardanda paraşüt kimi çıxardırsan, qabıq çıxır, özü qalır orada. Bəli. Pomidorun ləfi qalır orada. Ondan sonra pomidoru belə bu hala saldın, biraz uzatırsan. İndi pomidoru yağa sürməyəm. Demək, pomidor qazanda pişdi, qəşəng. İndi tökülür yağa. Şimdidir ki, o yağı Qəşəng. qaşıq verirsin. Allah, ay qızlar, yoldaşlarınız girir mətbəxə, ay qızlar. Girəndə aləm qarışırmı bir-birinə, ay qızlar? Altın yandır. Yanır bunu. Ay xanımlar, kişiləri mətbəxə qoymayaq. Çaynik yağ oldu, hə vallah. Kişi dediyini pişir olmaz. Kişi istədiyi kimi pişir olmaz. Eşitdiniz, ay qızlar. Bir dənə pomidor yumurtaya 10 dənə qazan batırıb, ay qızlar. 10 dənə deyil. Öncədən o qazanı vermədin. Bax, təsəvvür eləyin ki, Öncədən bunu verməliydin. Allah haqqı, indi göstərim qızlar. Hə, baxın. Görün bir dənə pomidor yumurtaya necə qazan, necə qaşıq batır. Maşın yuyursan yumursan. Maşın yuyursan yumursan, bu da gəldi. Baxın, gördünüz. 1, 2, 3, 4. Burada da hər şey qarışıb bir-birinə. Hər şey. Qazan istəyəndə vermirsən. Mən də taxtımı qoymuşam. Hələ o biri qazana yağı sən qoymuşdun. Gördünüz ay qızlar, başıma gələnlərə baxın. Hələ bu nədir? Bax, kəşfə baxın, kəşfə. 7 dənə yumurta, içərisinə də 2 qaşıq küncüt, qızlar. Baxın, bu küncüt var ha. Bildiniz də bu nə küncütdür? Bunun suyu çəkilənə qədər tomat halı kimi gəlir. Biraz suyu çəkilməlidir. Hə, amma nəzərə al ki, bu bizim tunçka jeronikdir də. Onu biraz yarı pişmiş götürmək lazımdır ki, qalındır. O özü bişir. Bildim. Hə. Buna bax, hər şey. Yağdı, yağ. Onu mən o tərəfə qoymuşdum. Şükür Allaha deyir, bişirir də, deyir, nə istəyirsən. Hə, bəh. Bu da tök. Küncütlü yumurtalar, 7 dənə yumurta töküldü. Yumurtaya duz atmışdın. Yumurtaya duz yox. Atmamışdı. Atılmalıydı. Ləçə demədi, neçə onu öyrətmişdi. Bəh. Xeyirli, bərəkətli olsun. Bəh. Ateş müəllim deyir ki, yedir. İldə bir dəfə olan bir prosesdir. Qaşıq. Onu aç müəllim, açıb baxaq. O. Hazır, qəşəng, hazır. Qabıqlı olsa nətər olur? Qabıqlı olsa nətər olur? Pis. Hamıya nuş olsun. Bizim də müəllim belə bir pomidor yumurta hazırladı.
Yeməsin.